Çoxları adını eşidəndə ağzını büzür, heç vaxt yemərəm deyir. Lakin keçmişdə nənə babalarımızın uzun ömürlük resepti olub. Söhbət quyruq yağından gedir. Bugün sizə ən təmiz yağlardan biri olan quyruq yağından danışacağam. Diqqətiniz məndə olsun. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub. Bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Müasir dövrdə nəinki 60-70, hətta 35-40 yaşlarında artıq insanlarda qocalma prosesi gedir. Müəyyən bir yaşa çatdıqda isə müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bu cür vaxtsız qocalmanın və xəstəliklərə düçar olmanın səbəbi isə yaşam tərzi ilə yanaşı həm də qidalardır. Quyruq yağı heyvan mənşəli yağların içində ən təbii və ziyansızıdır. Bərkdir, şəffafdır, tutumludur. Yağ turşuları ilə zəngindir. Qoyun piyi və quyruq yağı asan həzm olunur. Həzm sisteminə, qana və qaraciyərə ağırlıq vermir. Əridilmiş quyruq yağı həm də dərini cavanlaşdırır. Yüksək kalorili qidadır. Hətta az miqdarda qəbulu belə orqanizmin enerji təminatını ödəyir və toxluq hissi yaradır. Quyruq yağının tərkibindəki A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir. Yaddaşı, görməni və immuniteti gücləndirir. Oynaq xəstəliklərinin qarşısını alır. 100 qram quyruq yağında 50% yağ turşusu omega-9 var. Bu da hüceyrə membranı üçün həyat enerjisi deməkdir. Bundan başqa quyruq yağı soyuq dəyməyə, yanıqlara, bronxitə, kürək bel ağrılarına da faydalıdır. Keçmişdə nənələrimiz soyuq dəyməsi olan insanların kürəyinə quyruq yağı çəkib masaj etməyi tövsiyə edirdilər. Revmatizma, qulunc, titrətmə və iflic xəstəliklərinin müalicəsində zeytun və quyruq yağı qarışdırılaraq krem halına salınır və ağrıyan hissələrə çəkilir. Yoluxucu xəstəliklərə yoluxma riskini azaldır. Damar və ürək sağlamlığı üçün mükəmməl olan quyruq yağı damarların tıxanmasının qarşısını alır. Əzələ-skelet sisteminin sağlam inkişafına kömək edir. Bədəndə kollagen istehsal edərək dərinin parlaq görünməsinə kömək edir. Oynaq və sümük ağrıları üçün yaxşı bir ağrı kəsicidir. Boyun yırtığı və digər yırtıq növləri üçün xüsusilə faydalıdır. Bəs maraqlıdır, quyruq yağının zərəri varmı? Tərkibində 60% doymamış yağ ehtiva etdiyindən, quyruq insan sağlamlığı üçün faydalı hesab edilir. Lakin həddindən artıq istifadə infarkt və xərçəng riskini artırır. Mədə, qaraciyər, yüksək təzyiq, ürək və böyrək narahatlığı olanlar bu yağın istifadəsini məhdudlaşdırmalıdır. Quyruq yağı ilə bişirilən yeməklər qanda yağ və xolesterinin miqdarını artırdığı üçün ürək xəstəliklərinə səbəb ola bilər. Bu xəstəliklə risk altında olanlar mümkün qədər quyruq yağından az istifadə etsələr daha yaxşı olar. Həkimlər quyruq yağı yeyə bilməyənlərə təbii zeytun yağından istifadə etməyi tövsiyə edirlər. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub şərh yazmağı unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.